Assalamu alaikum. Önceden sizlerden xahiş edək ki, səhifəmizi izləməyi və videolarımızı bəyənməyi unutmayasınız. Bu bizim Novxanadakı işlədiyimiz villanın görüntüsüdür. Fasad keramogranit daşlardan ibarətdir. Ondan qabaq izolyasiya etmişik binanı. Daş yunu və yan membranla gördüyünüz bu ağ membrandır. Keramogranit daşın altında qalır. O gördüyünüz qara profillər isə altyapı konstruksiyamızdaki hansı ki keramogranit daşlar onların üzerlerine yapıştırılır. İndi isə sizi bəzi detallarla tanış edəcəm inşallah. Ümumilikdə villamız 1000 kvadrat metr sahəni əhatə eləyir. Fasadı. Gördüğünüz bu tavanlardaki keramogranitdən daşlardan ibarət olan tavanlardır. 240 kvadrata yaxın tavan işləri görmüşük burada. Burada isə hələ ki şayba şuruplar sökülməyib, amma burada artıq şayba şuruplar sökülüb. Yəni tavan daşlarımız yapışdırıcı kleylərlə tavanda tam olaraq bərkimiş vəziyyətdə qalıblar. Təhlükəsiz vəziyyətdə. Bütün künclər, bucaqlar, tinlər, pagonlar demək olar ki 45 derece kesimlə işlədir. Atqozlar da həmçinin. Sizlərə membranı təqdim etmək istəyirəm. Membran nədən ötürü qurulur? Pəncərə. Pəncərələr qoyulmamışdan qabaq körkasa işlənir. Körkasa işlənəndən sonra bu pəncərələrin dibindən evə hər hansı bir nəmişliyin, yağışın, suyun, qarın, toz, torpağın daxil olmamasının qarşısını almaqdan ötürü işlənir bu membranlar. Körkasanın üzərinə yapışdırılır və daş yunun arxasına izolyasiya olunur ki, onun da nəticəsi olur ki, bütün pəncərə ətrafı sahələr izolyasiya olunmuş olur. Bu ise gördüğünüz ağ renkte membrandır, yanmayan membran. Onun da içerisinde daş yunu var ki binanı hem termoizolyasiya edir, hem de səs-küy izolyasiyası edir. Gördüğünüz bu tavanlar hamısı, bütün tavanların hamısı keramogranit daşlardır. Her bir daşın çəkisi 17 kilogramdır. Və onlar təhlükəsiz vəziyyətdə, mükəmməl vəziyyətdə bərkidilib tavanlara, tavan konstruksiyamıza. Yəni onu oradan söküb çıxartmaq, qopartmaq belə mümkün deyil. Gərək daşı sındırasan, oradan daşı sökəsən. Belə. Burada da bəzi sökülməmiş şuruplarımız var. Onlar da inşallah getdikcə söküləcək tədricən. Sizlərə atqozları təqdim etmək istəyirəm. Atqozlarımız da yeşunda membran vurulduqdan sonra, pəncərələr qoyulduqdan sonra 45 derece kesimlə işlənir. Bu isə binanın ön hissəsidir. Burada dəmir konstruksiya olacaq. O da fasadın bir hissəsini təşkil edir. Digər hissələr isə bütün hamısı gördüyünüz bu keramogranit daşlardan ibarətdir. Bu daşları vurulmamış bu profillərin üzəri də keramogranit daşlarla işlənəcək inşallah. Yəni villalarımız tavanlardan ibarətdirsə, eyvanlarını işləmək lazımdırsa, əgər düşünürsünüzsə ki, bu tavanları nə ilə bağlayaq, o keramogranit daşlarla işləməkdən çəkinməyin. Bizlərə müraciət edin, biz onları sizin üçün mükəmməl şəkildə işləyək, təhvil verək və belə bir görüntü olsun. Təbii ki, daş rəngləri müxtəlif olur, seçimə görə, dizayna görə. Videomuzu izləyənlər arasında dizaynerlər varsa və siz də işlədiyiniz binaların fasadını bu kimi gözəlliklə neçələməsini istəyirsinizsə, səhifədə qeyd etdiyimiz nömrəyə əlaqə saxlayıb bizlərə müraciət edə bilərsiniz. Həm operativ, həm peşəkar usta xidməti ilə sizlərə belə bir gözəl villanı təhvil verməyə hazırıq inşallah. Materiallarımız yüksək keyfiyyətli materiallardır. İşimiz göz önündə. Buyurub, hətta zəng vurub, işlərimizdən müəyyən müxtəlif nümunələrlə tanış ola bilərsiniz.